haqqımıza girmək və yaxud da bizim haqqımızı danmaq, əksinə hətta bizi ittiham eləməkdir. Burada ittihamların içərisində Qarabağdan öz xoşuna Azərbaycan vətəndaşı olmaq istəməyənlərin köçməsindən tutmuş, cinayət törətmiş, konkret cinayət törətmiş, insanlığa qarşı, dinc əhaliyə qarşı cinayət törətmiş insanları siyasi məhbus statusuna qaldırmağa qədər və mədəni abidələrin güya dağıdılmasına qədər. Sual olunur, amma suallar çox olacaqdır. Ona görə biri ilə başlamayayım. Bu suallar Azərbaycan parlamentində də səsləndi və çox kəskin səsləndi. Azərbaycan parlamenti ümumiyyətlə bununla bağlı xüsusi komissiya da yaratdı və Avropa parlamenti ilə, ümumiyyətlə Avropanın bütün parlamentlər arası digər strukturları ilə də əməkdaşlıq məsələsinə yenidən baxılacaq. Hər halda Avropa parlamenti ilə bütün mümkün əlaqələrin dayandırılması məsələsi var. Xarici İşlər Naziri də Avropa İttifaqının nümayəndəsini dəvət etdi və Azərbaycanın etirazını çatdırdı. Bu etirazda çox konkret faktlara söykənən, eyni zamanda Avropa parlamentinin qərəzini və rüşvət, eyni zamanda İslamofobiya yuvasına çevrilən Avropanın əsl məqsədi onların üzünə deyildi. Amma onların üzü artıq o qədər üz görübdür ki, o söz də onlara təsir eləmir və biz bunu bir daha gördük. Bu proses artıq neçə ildir bu gedir Azərbaycana qarşı. Azərbaycan öz suveren hüquqlarını bərpa edəndə də onların xoşuna gəlmirdi. Azərbaycan öz haqqını istəyəndə də onların xoşuna gəlmirdi. Hətta Azərbaycan ərazisi işğal altında olanda da, haqqımız tapdalananda da, 1 milyon qaçqınımız olanda da onların xoşuna gəlmirdi. Bu bircə səbəbdir. Bu insanlıq, humanitar və yaxud da humanist prinsiplər deyil, bu liberal dəyərlər də deyil. Bu yalnız Azərbaycan xalqının İslam dininə etiqad eləməsidir və onların aləmində bizim xristiyanlara güya amansızlıq, qəddarlıq törətməyimizdir. Bu qədər hər şey çox aydındır. İslamofobiyanın məskəninə çevrilmiş Avropa parlamentinin çox ciddi özünün birbaşa, mən bu sözü deyirəm, siyasi anlamda da yox, elə ictimai anlamda da yox, şəxsi anlamda ciddi əxlaq problemi var. Çünki adı rüşvətlərdə və hansı rüşvətlərdə, bunun özü də ayrıca bir mövzudur. Hallanan və faktlarla sübutları olan şəxslərin indi humanist prinsiplərdən danışması bizim üçün təəccüblü deyil. Çünki biz Avropanın bu sifətlərini çox görmüşük. Amma Avropalılar öz seçdikləri deputatların bu sifətlərini görüblərmi? Yoxsa Avropada hamı belə düşünür? Yoxsa doğrudan da Avropada indiyənə qədər dərsliklərdə, kitablarda bizə təqdim olunan mədəniyyətin beşiyi, ictimai fikrin, demokratiyanın beşiyi olan Avropanın mahiyyəti buydursa, deməklə buymuş, belə də çıxır. Hər şey ütülü şəkildə təqdim olunur, amma o şəxsiyyətləri, onu yaradan fikirlərin arxasında bu nəsil gəlirsə, onda çox ciddi şübhələr yaranır. Budurmu dəyərlər? Bu isə dəyər deyil. Bu açıq aydın faşizmin, natsizmin yeni bir nümunəsidir. Çox təəssüf ki, 21-ci əsrdə biz bunu görürük. Özdə harda? Avropada. Bir daha deyirəm. Güya sivilizasiyanın beşiyi, güya mədəniyyətin, tolerantlığın, liberal dəyərləri. Bu qədər cəfəngiyatı uydurub altında rüşvət almaq özü də böyük məharətdir və bunu Avropa parlamenti ustalıqla bacarır. Məncə elə bacardığı budur. Və Azərbaycan parlamentində də bu məsələ çox ciddi müzakirə olundu. Ona görə verilişimizdə Milli Məclisin deputatlarını dəvət etdik ki, onların da fikirlərini eşidək. Əslində nə baş verib və Azərbaycan bundan sonra hansı addımlar atacaq? Elman Nəsirov, Milli Məclisin deputatı və Azay Quliyev, Milli Məclisin deputatı. Xoş gördük sizi. Azay müəllim, səhv etmirəmsə, siz bugün çıxış eləmişsiniz bu mövzuda. Bəli. Amma Elman müəllimə çıxışçıların sayı çox olduğu üçün növbət çatmayıb. Ona görə icazə verək Elman müəllim fikirlərini bildirsin və ondan sonra Azay müəllimdən. Azay müəllimin də Avropa təcrübəsi də çoxdur və suallarımız da ona çox-çoxdur. Buyurun. Azay müəllim, elə oradan başlayaq ki, mənimlə razılaşmadınız. Niyə razılaşmadınız? Hansı məqamda mən daha tünd dedim rəhləri və əlbəttə ki, yəni bu Avropa parlamentinin bu qətnaməsi əgər Ermənistana aiddirsə, niyə biz birdən-birə 4 maddədə belə yada düşmüşük? Mən əvvəla onu deyim ki, niyə razılaşmadım? Çünki siz bizim milli, mənəvi adət-ənənələrimizə xüsusi yer olan çayxananı
statusunu azaltmaq istədiniz. Avropa Parlamenti. Onda dəyişimdə meyxana deyək və yaxud da başqa bir şey. Avropa Baqqalxana. Parlamenti də xahiş edirəm çayxanada. Onda pub deyək. Avropa sayağı pub deyək. Çayxanalarda insanlar oturub istirahət edir, Səmimi söhbət edir və burada onu istəmirəm siz. Ona görə arzu edirəm ki, Avropa Parlamenti xahiş edirəm elə böyütməyin, çayxanalarımıza haqsızlıq etməyin. Bəs bu məsələnin biraz belə də ironik tərəfi, amma mahiyyəti üzrə bilirsiniz, mən məsələyə biraz fərqli rakursdan yanaşmağın tərəfdarıyam. Avropa birinci parlamenti baxmayaraq ki, Avropa ölkələrinin, yəni Avropa İttifaqının üzvü ölkələrin xalqı tərəfindən seçilən nümayəndələrdir. Amma təəssüflər olsun ki, onların fəaliyyətinə baxanda görürsən ki, onların həyata keçirdiyi işlər nəinki Avropanın, nəinki o hədəfə çevirilən ölkələr, heç Avropanın özünün də maraqlarına xidmət eləmir. Və bugün, xüsusilə bu 2 gün bundan öncə bu həmin o Argentinalı, hə? BMT-nin deməli Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Kompanın açıqlaması, etiraflar hər şey ortağa qoydu. Bu nə dedi? Bu dedi ki, mən artıq çox asan formada müəyyən lobby fəaliyyəti ilə Avropa Parlamentinə təsir edə bilərəm. Keçmiş Avropa İttifaqının Ali Komissarı Josep Borrelli mən özümə bir köməkçi götürmüşəm, əmrimdədir. Onun vasitəsilə Avropa Parlament üzvlərini biz istənilən vaxtı Avropa İttifaqının prezidentinə, Ursula von der Leyenə suallar vermək, onu təzyiq etmək, siyasətinə dəyişiklik etmək imkanındayım. Yəni, bu nə deməkdir? Bircə bu ifadə kifayətdir ki, bugün Avropa Parlamenti hansı əsaslardan qərarlar qəbul edir, necə bu qərarlar əsaslandırır və hansı korrupsiyanın içindədir. Yəni, buna görə də biz burada institusional məsələni qoruq bir tərəfə, sadəcə olaraq Avropa Parlamenti elə bir korrupsiyanın içindədir ki, dünyada bunun analogu yoxdur. Məsələn, keçmişdə çoxlu sayda misallar gətirə bilərik. Biz həmişə qeyd etmişik sizin efirdən də. Məsələn, 2022-ci ildə Qətər qeyd deyilən bir hadisə oldu. Avropa Parlamentinin vitse-spikeri Yunanistandan olan deputat Eva Kail əməlli başlı özünün bir korrupsiya şəbəkəsini qurmuşdu və həmin o ittiham, o Belçika hökuməti ki, onu həbs elədi və artıq rəsmi ittihamda irəli sürmüşdü ki, həmin şəxs, həmin deputatlar öz imkanlarını istifadə edərək korrupsiya müqabilində, yəni maddi maraq müqabilində Avropa Parlamentinin qərarlarına təsir edib. Yəni, bu nə deməkdir? Bu artıq Belçikanın verdiyi rəsmi bir nəticədir. Demək ki, bunların iş üslubu bundan ibarətdir. Və bu nə idi? Bu, həmin o xanım Qatarda dünya çempionatı keçirməsindən küllü milyarda pul almışdı. Hələ onun 1 milyonu müsahidə edildi onların seyflərindən çıxan vəsait idi. Və qərar qəbuluna təsir etmişdi. Yaxud da Rusiyaya qeyd deyilən bir proses getdi. Orada nə idi? Rusiyalılar, yəni Rusiyanın müvafiq qurumları, Gazprom və s. Avropa deputatları ələ alaraq Rusiya propagandasında bunlardan istifadə edirdi və pul verirdi bunlara. Və bunlarla, onlarla belə misal gətirmək olar. Və bugün həmin, bax, burada indi siz ekranda göstərirsiniz bu təəssüratda olsun ki, Avropa İttifaqının güya ki, təhlükəsizlik və bəli, xarici əlaqələr üzrə komissarı idi. Amma görün, bu adam bugün... Amma maraqlı keçmişi olub, buna? Yox, bu bugün kimin... İspaniyada. Bəli, bugün keçmiş prokurorun əlində bir şeyə, alətə çevrilibdir. Və bugün deyir ki, mən asanlıqla Borrellə mən tapşırıqla verərəm, onun necə deyərlər, vasitəsindən qərarlara təsir edə bilərəm. Yəni, bu bir daha göstərir ki, burada korrupsiya elementləri kifayət qədər yüksəkdir. İkinci, bilirsiniz, bu son hadisələr göstərdi ki, Avropa Parlamenti Azərbaycana qarşı qəbul etdiyi bu şantaj xarakterli, təzyiq xarakterli qərarlar, eyni zamanda güya ermənilərin müdafiə adı altında verdiyi bu qətnamələr heç də Ermənistan xalqının, erməni xalqının birbaşa maraqlarına uyğun deyil. Əgər marağına uyğun olsaydı, bugün erməni xalqının məntiqi yanaşması, yəni praqmatik düşüncəsi odur ki, bölgədə sülh təsis olunubdur. Bu sülh qorunsun, saxlansın. Və bugün həmin Ermənistan hökumətinin başçısı Paşinyanın devrilməsi ilə bağlı onlar artıq həmin o kampanyanın verdiyi açıqlamalarda məsələlər oldu ki, bizim qarşımıza qoyduğumuz əsas məsələlərdən biri budur ki, Ermənistan hakimiyyət dəyişsin. Niyə dəyişsin hakimiyyət? Ona görə dəyişsin ki, artıq sülh prosesinə sonraki mərhələdə imkan verilməsin. Revanşist qüvvələr təzədən hakimiyyətə gəlsin. Onların marağı nədir? Bax, revanşistlərin hakimiyyətə gəlməsin. Yox, onların yox. Ümumiyyətlə, burada kimin maraqlı tərəflər? Rusiya. Mən isə belə burada
deməli, Okampadır, Borel'dir, nə? Bunlar oyuncaqdılar. Aydındır. Bunlar icraçıdırlar. Sifarişçi əsas iki qüvvə var. Bir, erməni diasporu. Niyə erməni diasporu bugün maraqlıdır? Bölgədə sülh olmasın, qarşı durmasın. Çünki erməni diasporunun bugün siyasi mövcudluğunun əsas səbəbi məhz həmin o qondarma soyqırımı narrativlərini dünyaya yaymaq, Ermənistan'da güya ki, ermənilərə qarşı güya ki, Azərbaycanlılar nə bilim haqsızlıqla törədiblər, o beynəlxalq cinayətin bütün növləri üzrə cinayət törətmiş həmin o canilərin azad olunması üçün onlar fəaliyyətə başlasın. Əgər düşünün bir anlığa, bu amillər artıq yoxdur. Bax, münaqişə bitibdir. Bu diaspora nədən danışacaq? Sual verirəm. Gəlib burada nə Ermənistan, Azərbaycan əməkdaşlığını mı təbliğ edəcək? Xeyr. Deməli, bunlara lazımdır çaxnaşma, qarşı durma, etnik zəmində nifrət və münaqişə. Bu birinci səbəb. İkinci, sual olunur. İndi biz dünənki qətnamədən danışırıq, amma bundan əvvəlki qətnamələrdə də Azərbaycan Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində əməkdaşlıqla bağlı imzalanmış müqavilələr hədəfə götürülmüşdü. Hətta yenə də bu hədəfdədir. Avropa Ədalət Məhkəməsində yenə də həmin o Okampanın verdiyi açıqlamada belə bir bənd var ki, biz həmin müqaviləni məhkəmədə mübahisələndirib qüvvədən salınması üçün əlimizdən gələn edəcək. İndi sual olunur. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın sıfırlanmasında, dayanmasında kim maraqlıdır? Rusiya. Azərbaycanda Ermənistan Azərbaycan arasında münaqişənin ağıl olması kim maraqlıdır? Rusiya. Bəli. Deməli, iki mənbə var burada. Rusiya və deməli, həmin diaspora. Xeyr, məncə elə Rusiya, sonra diaspora. Kim maliyyələşdirir? Elçin müəllim bu işləri? Vardanyan. Hardan gəldi? Rusiyadan. Bu Okampa nə vaxt meydana çıxdı? 2022-ci axırları, 2023-cü əvvəllərində. Hansı deməli formada ortaya çıxdı? Güya ki, Azərbaycanlılar Qarabağ ermənilərinə soyqırım törədib, belə bir rəy hazırladı. Kimin vasitəsilə? Vardanyan vasitəsilə. Kimin pulu ilə? Vardanyan pulu ilə. Yəni bütün bunlar hamısı onu göstərir ki, bugün bu qəbul... Təkcə Vardanyan deyildi, o Belçikadakı o brilyant alverçisi. Çoxdur. Yəni mən misal üçün deyirəm. Özü də çox ciddi figurdur. Azəmən, biz indi o detalları danışacağıq, amma bir reklam fasiləsindən sonra olar mı? Mən sizə suallarımı yazmışım qarşımda. Reklama baxaq. Aktual gündəm davam edir. Azəmən, siz Milli Məclisin qərarı ilə bağlı nəsə demək istəyirsiniz, onu deyin, çünki mənim suallarım var. Deməli, bax, nəticədə nə oldu? Kim uduzdu, kim necə deyirlər qazandı? Mən sizə belirləm. Uduzun tərəf Avropa Parlamenti oldu. Bugün Azərbaycan Milli Məclisi çox açıq və sərt bir mövqe ortaya qoydu. Bu mövqedə qərar qəbul edirik. Biz qərara əsasən artıq biz Avropa İttifaqı və Azərbaycan Parlamenti arasında əməkdaşlıq komitəsi və eyni zamanda Euronest Parlament Assambleyasında bütün bizim fəaliyyətimiz dayandırılır. Biz onsuz da de facto bunların bu həmin o belə deyək də o təzyiq, şantaj, böhtan fəaliyyətindən bezmişdik. Dəfələrlə bunlara biz necə deyərlər, xoş niyyət göstərmişdik. 2015-ci ildə bilirsiniz ki, bu məsələləri biz müddədə dayandırdıq. Sonradan onlar indi bizim burada deməli qərar layihəsində bu məsələyə toxunuldu. Hörmətli xanım sədr də bunun çıxışını qeyd elədi. Avropa Parlamentinin təkidi xahişində biz bunu bərpa etdik. Nə oldu? Təkcə Vətən müharibəsindən sonra ondan çox əleyhimizə qətnamə qəbul edildilər. Ona görə də bu artıq bizim üçün bilirsiniz, bu gün son damlaydı da. Dünən ayın 30-da qəbul olunan Ermənistanla bağlı, demokratik inkişafla bağlı qəbul olunan qətnamədə yersiz olaraq Azərbaycanı ora pərçim etmək və Azərbaycanla bağlı 4 əsassız o köhnəlmiş narrativlər, artıq ikrəsi doğru o narrativlər, artıq onu heç kim dünyada qəbul edəmir. Onu məsələ sənədə salması artıq son damlaydı. Ona görə biz bugün çox sərt qərar qəbul etdik və həmin iki qrupla faktiki olaraq fəaliyyətimizi dayandırdıq. De facto barədə artıq de jure, artıq müvafiq prosedurlar başlanılıbdır. Həm Euronest Parlament Assambleyasından, həm də iki tərəfli komitədən biz fəaliyyətimizi dayandırırıq. Nə oldu? Avropa İttifaqı, Avropa Parlamentinin bütövlükdə şərq tərəfdaşlıq üzrə proqramı iflasa uğradı. Artıq onsuz da fəaliyyət yox idi. Gürcüstan onsuz da buradan çıxmışdı. Belarus onsuz da buradan çıxmışdı. Azərbaycan burada artıq neçə müddətdir bu səbəblərdən biz dəfələrlə öz etirazımızı bildirsə də onlar öz fəaliyyətini dəyişdi. Eləmədəsi biz çıxdı. Və nəticə nə oldu? Nəticə bugün Avropa Parlamenti doğrudan sözün əsl mənasında çox lazımsız bir qurum olduğunu, nə qədər rəzil bir siyasətçilərdən formalaşdığını bir daha göstərdi. Ona görə də mən düşünürəm ki, bütün bunların hamısında
biz çox prinsipal və siyasi mövqe ortaya qoyduq. Amma başqa məsələ, Avropa ölkələrinin bizim münasibətlərimiz kifayət qədər yaxşıdır. Əlbəttə, Bizim elə son 1-2 həftədə Latviyanın prezidenti gəldi Azərbaycana, Çexiyanın baş naziri gəldi, Ukraynanın prezidenti gəldi, Litvanın ondan əvvəl gəldi. İndi gələn həftə İtaliyanın baş naziri gələcək. Çox gözəl münasibətlərimiz var. Hətta Serbiyada bildiribdi ki, gələcək prezidenti. Azərbaycanın bugün biz cənab prezidentin apardığı siyasət elə bir səbəbdir. Makedoniyada gəlmişdi. Bəli, mən hələ Avropa İttifaqı üzvlərindən deyirəm. Avropa bütövlükdə, bəli, Avropadan çoxdur. Yəni bütün bunlar hamısı onu deməyə əsas verir ki, burada yenə də uduzan Avropa Parlamentinin bu korrupsiyalaşmış siyasətidir. Bir də birisi, adama birisi nə təsir? Bunlar sanki bir 10 il, 15 il bundan qabaqdadılar. Bunlar arxivin keçmişində qalıblar sanki. Bunlar düşünmürlər ki, artıq 2026-cı ildir. O oturublar, çıxmırlar orada. Yaxşı otaqlar. Regionda sülh bərpa olunubdur, bərqərar olunubdur. Artıq Ermənistan-Azərbaycan arasında münasibətlər normallaşır. Ticarət əlaqələri artıq yaranır. Bundan sonra bunlar təzədən qayıdıb bu məsələlərə toxunmaqla, əlbəttə ki, mən yenə deyirəm, onlar sadəcə olaraq sifarişləri yerinə yetirirlər, aldıqları o vəsaitin hesabına da işlərini görürlər. Amma Azər müəllim, həqiqətən də burada bir zəncirvari reaksiya da var. Əlbəttə ki, Ermənistandakı seçkilər burada rol oynayır. Çünki biz Parisdə əslində erməni diasporasının iclasından daha çox Daşnaqçının bir iclası idi. Orada da eyni mətnləri gördük. Sonra Niderland parlamenti, Belçika parlamenti, New York merinin bilmirəm, onlarda səhər idi, axşam idi onu yazanda sayaqlaması və nəhayət bax bu Avropa Parlamenti. Bir neçə suallar məndə yarandı, əlbəttə ki. İmkanım olsaydı bu sualları, bax o səs verən, orada neçə nəfər səs verib bax dünənki qətnamədə? Dünənki qətnamədə təxminən, yox, orada çox, 447 nəfər səs veribdir. Çünki söhbət Ermənistanın bəsəhlənməsindən gedir. O 447 nəfərdən heç olmasa 47-sinə müsahibə almaq ayaqüstü imkanım olsaydı, mən onlara sadəcə bir sual vermək istəyərdim ki, həqiqətən ümumiyyətlə bilirlər Ermənistan harada yerləşir. Bir, ikincisi də 24 saat ərzində bir əhalini də, indi 20 min, 25 min nə qədərsə əhalidir. Necə çıxartmaq olar zorla? Bax, yəni fiziki cəhətdən zorla necə çıxartmaq olar? Onlar onun cavabını bilirlər, Elçin müəllim. Çox maraqlıdır. Elə bilirsiniz ki, onlar bunun cavabını bilmirlər. Elə bilirsiniz ki, onlar bilmirlər ki, bu qətnamələrə həmin o bədnam müddəalar yazmaqla beynəlxalq hüququ pozurlar. Onlar gözəl bilirlər. Sadəcə burada şəbəkə var. Burada bayaq qeyd etdiyimiz şəbəkə var. Bu şəbəkə Avropa Parlamentində çox böyük kök salıbdır. Bayaq siz qeyd etdiniz. Onun bir ayağı Hollandadadır. Yəni Niderlanddadır, hansı biz gördük. Belçikada qəbul olunan qətnamələrdir. Onun bir ayağı Amerika Birləşmiş Ştatlarında. Siz yəqin bilirsiniz də, o Bob Menendez'in fəaliyyəti ABŞ-ın Senatının Xarici Əlaqələr Komitəsinin sədri idi. Nə qədər Azərbaycandan bağlı gülməli və haqsız iddialarla çıxış edirdi. Nə oldu onun taleyi? Bax, həbsdədir. Yaxşı oldu. Yaxud da indi siz Mendiyanın adını çəkdiniz, səhv etmirəmsə, New York merinin deməli yeni seçilmiş meri Mandani. Baxın, görün, bax bütün tezislər, bütün narrativlər eynidir. O copy-paste ediblər, veriblər. Yaxud da bir ay bundan öncə ABŞ-ın dini azadlıqlar üzrə komissiyasının verdiyi bir bəyanat var idi, yaxud da bir hesabat var idi. Biz o hesabatı hazırlayan adamlar, mən şübhə etmirəm, qəti buna şübhəm yoxdur ki, eyni şəbəkədən qidalan. Çünki eyni müddəalar burada yazılmışdı ki, Azərbaycanda, Qarabağda erməni dini, mədəni irsi ləğv olunur, məhv olur və yaxud bəs. Ona görə də burada bir şəbəkə fəaliyyət göstərir. İndi mən birisi bura nəyə gəlirəm, əsas məsələ. İndi sual bilsinlər, maraqlı sual nədir? Bax, konkret ortaqda fakt var. Borellə bağlı konkret fakt var və onun işlədiyi parlamentarilər var. İndi görək, bax, Belçika hakimiyyəti konkret olaraq bununla bağlı bir cinayət işi başlayacaqmı? Yaxud da Ermənistan, indiyək Ermənistanla bağlı Paşinyan'a qarşı burada açıq çağırışlar var idi. İndi seçkilərə qədər təbii ki, Paşinyan hökuməti hər hansı bir addım atmayacaq, bu da başa düşüləndir. Amma hakimiyyətə, yəni yenidən səs verməni qazanarsa, mən ümid edirəm ki, qazanacaq, erməni xalqı sülhə səs verəcək. Ondan sonra görə Ermənistan buna necə reaksiya verəcək? Mənə belə gəlir ki, bu artıq Paşinyanın gələcək hökumətin birbaşa problemidir. Biz olsa da onlardan necə öhdəlik də nəzərə alaq ki, Ermənistana bir öhdəlik də qoyulubdur ki, bu məsələni beynəlxalq ədalətdə həllinə nail olsun. Yəni belə boş durmasın. Doğrudurmu? Sonuncu. Amma bizim var orada, amma bizim bilirsiniz ki, Vaşinqtonda parafladığımız sülh müqaviləsində orada 6-cı bənddir. Həmin bəndə əsasən tərəflər qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrə
Bəli, bir-birinə bəli. qarşı iddialarda imkan Bəli, edəcəklər. bəli, Yəni amma- bu deməkdir ki, Ermənistan hökuməti bunu edə bilməz. Yox, edə bilərsə bu sırf həmin maddənin pozulması deməkdir. Onda iki variant var. Azər müəllim. Yəni istəyirəm Elman müəllim də bu məsələyə cavab versin siz də. Burada iki variant görürəm mən. Ya birinci variant odur ki, Paşinyan üçün və yaxud da onun komandası üçün şərt qoyulur ki, diaspora tərəfindən biz seçkidə sənin qalib gəlməyinə etiraz eləmirik, amma seçkidən sonra konstitusiya dəyişikliyi, sülh prosesini ləngit. İkinci variant, mən hansı ki onun tərəfdarıyam, Avropa İttifaqı, sən Avropa İttifaqını unut. Biz elə şərtlər qoyacaq ki, gələcəkdə sən onsuz da bunları eləyə bilməyəcəksən. Gürcüstana necə unutdurdularsa, elə şərtlər təklif edir ki, Ermənistan tutaq ki, o məsələni qaldırsa, Türkiyə ilə təzə münasibətlər korlanacaq, Azərbaycanla təzədən qayıdacaq o cəhənnəmə. Yəni Paşinyan da onu qayıtmaq istəmir. Onsuz da bilir ki, Avropa İttifaqını onu qəbul eləməyəcəklər. Adını çəkəndə artıq Rusiya oradan təzyiqini eləyir. Ona görə elə mədəni şəkildə sən gəlməsən yaxşıdır deyilir. Birisi Avropa İttifaqı, İki variantdan Avropa biridir. Parlamentin qəbul etdiyi qətnamə tövsiyə xarakterli, onun heç bir hüquqi qüvvəsi yoxdur. İkinci, Paşinyanın geri dönüşü də yoxdur. Mümkün deyil ki, o təzədə indiyə qədər əldə olunan razılaşmanı pozsun və təzədən qayıtsın 2020-ci ildə əvvəlki dövrə. Üçüncü də bilirsiniz, bugün yəni Paşinyan yaxud onun hökuməti biz bu saat mən şəxsən o fikirdə deyirəm ki, biz 100% ona inanmalıyıq. Çünki Paşinyan həmin Paşinyandır ki, hakimiyyətə gələndən sonra dedi ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə situativ bir qərarlar qəbul edir. Bəli, amma istənilən halda, bəli, ola bilsin ki, siz deyənin o ikinci hissəsinə mən razıyam ki, ola bilsin ki, indi də müəyyən hüquqi olmasa siyasi öhdəliklər üzərinə qoyur. O da ola Və bilər. gələcək proseslərdə, danışıqlarda məsələn daha da mürəkkəbləşdirməyi bir növ qarşılardan məqsəd kimi qoyublar.